Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qafqaz Albaniyasını öyrənirik layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində görüş təşkil etmişdi. Bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun 2015-ci il dekabr ayının 1-ci dekadasında ölkəmizin bir sıra ali məktəblərində keçirdiyi silsilə tədbirlərin yekunudur. Qafqaz Albaniyasını öyrənirik layihəsi çərçivəsində aparılan layihənin məqsədi Azərbaycan multikulturalizminin ilkin qatlarının yaranmasında sosial amil olan dinin yerini və rolunu göstərmək, Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünü əhatə edən Qafqaz Albaniyasında baş verən sosial-siyasi prosesləri geniş auditoriyanın diqqətinə çatdırmaqdır. Bu məqsədlə Azərbaycan Memarlıq və İncəsənət Universitetində keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix elmləri doktoru Məhəbbət Paşayevanın dini icmalarla qarşı fikirləri böyük maraqla qarşılandı. Qədim bizim mərasim mənamələrində də atla günəş hər zaman birgə təsvir olunur və at Strabonun da verdiyi məlumata görə hər zaman qədim Azərbaycan tayfaları günəşin şərəfinə at qurban edirdilər və at ən sürətli gedən canlı varlıq kimi qəbul edildiyi üçün onu günəşlə bərabərləşdirirlər və günəşlə at bütün necə deyirlər, qədim inanclar sistemində birgə təsvir olunur. Tarix üzrə fəlsəfə doktorları Elnur Vəliyev və Ülviyə Hacıyeva Azərbaycan tarixində dinlər, xristianlığa qədərki dövr, xristianlıq, İslam dini mövzusunda mühazirələri də diqqəti cəlb edir. Tarix üzrə fəlsəfə doktoru Elnur Vəliyev xristianlığa qədərki dinlər arasında özünün dərin fəlsəfəsi ilə seçilən Zərdüştlük haqqında auditoriya iştirakçılarına maraqlı məlumat verərək bildirdi ki, Zərdüşt peyğəmbər deyir ki, insan azad seçki hüququna malikdir. Xeyir yol, şər yol. Şeytanın yolu, Allah'ın yolu. O yolu her seçtiğine göre de insan ilk növbədə öz bu cevap verecek. Yani din sözünün özü, din sözünün özünün meydana gelmesinin ilk defa tarixdə Avesta'da müşahidə olunur. Alimlər tədbir iştirakçılarının suallarını cavablandırmış, mövzu ətrafında geniş müzakirələr aparılmışdır. Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qafqaz Albaniyası intibahi layihəsi çərçivəsində çəkilmiş Qəbələ ekskursiyasının diskinin təqdimatı keçirilmişdir. Bugün çox sevindirici haldır ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin xüsusilə bilirsiniz ki, bizdə memarlar və dizaynerlar təhsil aldıqları üçün onların qarşısında oxunan Qafqaz Albaniyasının tarixi və onun demək təkamül dövrü haqqında olan mühazirələr kifayət qədər tələbələrimiz və müəllimlərimiz üçün çox müsbət hal kimi qiymətləndiririk və çox inanırıq ki, bundan sonra da Bilik Fondu tərəfindən və ümumiyyətlə alimlərimiz tərəfindən aparılan tədqiqatların bu cür auditoriyaların qarşısında oxunması və auditoriyalara çatdırılması davam edəcəkdir. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu bizim universitetimizdə Qafqaz Albaniyasının təbliği ilə və oradakı araşdırmalarla bağlı seminar təşkil edilir. Bu seminar bizim tələbələrimiz üçün çox maraqlıdır, çox dəyərlidir. Çünki tələbələrimiz bizdə texniki istiqamətlərdə təhsil aldığı üçün tarix istiqamətində biraz az biliyə malikdirlər. Mən düşünürəm ki, bu kimi seminarların təşkil olunması bizim tələbələrimizin milli mənəvi dəyərlərə olan marağını bir daha artırır. Gənc nəsil olaraq da bu aksiyaya, bu layihəyə qoşulmuşuq. Bir neçə bölgələrimizə, yəni tarixi bölgələrimizə ziyarət etmişik və tarixi abidələrimizi Qafqaz Albaniyasından bizə qalmış abidələri ziyarət etmişik. Müxtəlif bölgələrdə, Qəbələdə, Şəkidə, Oğuzda və s. bölgələrdə olmuşduq. Və sonunda mən qeyd eləmək istəyirəm ki, bir gənc olaraq mən bu tədbiri layihəni təqdirə layiq sayıram və gənc nəslə də onu bir gənc olaraq çatdırmaq istəyirəm ki, belə tədbirlərdən maariflənsinlər və özlərini nəticə çıxarsınlar.